Hal-hazırda qırmızı yandığına görə biz gözləyirik. Yaşıl yanan kimi yolu kesirik. Baxın, gördüyünüz kimi kesirik. Hər nə qədər sürücülər yol hərəkəti qaydalarını pozsalar da, piyadalar yol hərəkəti qaydalarına əməl edirlər. Gördüyünüz kimi sarı yanıb, bir sarı qırmızı yanır. Biz hələ ki qırmızı dayanan xəttə qədər yolu kesirik. Gördüyünüz kimi kesirik. Hələ ki yol hərəkəti qaydalarını pozmuruq. İndi birazdan biz dayanacağıq. Yol hərəkəti nişanı çatana qədər. Gördüyünüz kimi biz dayanırıq və gözləyirik, qırmızı yanıb. İndi yaşıl yanandan sonra keçəcəyik. Sağ tərəf yəni ki dönmə işarəsidir. Gördüyünüz kimi qırmızı yanıb və qırmızı yandığı üçün gözləyirik. Və kəsə bilərik. Yaşıl yandığı üçün kəsə bilərik. Qırmızı yanıb və piyadalar hələ ki gözləyirlər. Hələ ki gözləyirik. Yaşıl yandığı üçün piyadalar keçə bilərlər. Piyadalar keçdilər və qırmızı yandığı üçün piyadalar gözləməlidirlər. Hələ ki gözləyirik. Yaşıl yanana qədər keçməyəcək. Əziz Azərbaycan Dövlət Televiziyası xahiş edirik ki, belə videoları çəkin. Vətəndaşlardan xahiş edirik ki, cərimələnməsinlər. Və belə hərəkətlərə yol versinlər və qanunlara əməl eləsinlər ki, demokratiya bərqərar olsun. Bax, yaşıl yandı, keçirik. Gördüyünüz kimi keçdik. Davam edirik dostlar. Və qırmızı yanıb və qırmızı xəttə qədər piyadalar o istiqamətə qədər keçə bilərlər. Artıq yaşıl yandığı üçün piyadalar rahatlıqla artıq qoşa xəttdən düz keçə bilərlər. Yol hərəkəti qaydalarına əsasən. Əziz dostlar, artıq keçə bilərik. Gördüyünüz kimi yaşıl yandığı üçün keçməliyik. Gördüyünüz kimi sürücü bunu bilmir. Görünür ki, rüşvətxorluqla sürücülük vəsiqəsini alır. Yola davam edirik dostlar. Və belə maarifləndirici videolar davam edəcək. Bu bizim cənab prezidentimizin görməsi üçün cənab prezidentimizə 5 dəfə səs verdiyimizə görə və cənab prezidentimizi seçdiyimizə görə bu bizim borcumuzdur bunu etməyə. Davam edirik. Dostlar, artıq burada yol nişanları olmadığı üçün artıq çəkilişi dayandırırıq.